أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد. وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qavli. Möhtərəm möminlər, möhtərəm möminələr, Allah bu mübarək cümə gününü hamımız üçün xeyirli, bərəkətli, uğurlu qərar versin inşallah. Bu gözəl günlərin feyz və bərəkətindən bizləri binəsib eləməsin. Dünyadan köçüb gedənlərimizi rəhmət, qalanlarımıza can sağlığı, xəstələrimizə şifa inayət eləsin inşallah. Allah subhanahu və teala şəhidlərimizi rəhmət eləsin. Allah darda olanlarımıza nicat versin. Naqis ağlımızla bizlə rəftar eləməsin. İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri onun zuhuruna hazır olanlardan qərar versin. İnşallah aqibətimizi, ahirətimizi xeyirli və izzətli qərar versin. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad edək. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Məhərrəmlik ayının ilk gününü yaşayırıq. Allah subhanahu və teala dünya və axirət bizləri İmam Hüseyin aleyhissalatu vesselamdan ayrı salmasın. Bizləri bu günlərdə zamana imamı, İmam Zaman ağaya babasının müsibətində xalis niyyətlə başsağlığı verənlərdən qərar versin. Allah bizləri İmam Hüseyin aleyhissalatu vesselamın məktəbin, Kərbəlasın, Aşurasın başa düşüb, həqiqətini anlayıb, onu yaşayanlardan qərar versin inşallah. Allah burada cəm olanların hamısına tezliklə Əbi Əbdillahil Hüseyin aleyhissalatu vesselamın ziyarətini nəsib eləsin inşallah. Bu niyyətə də ucalı bir salavat ehsan edir. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Əzizlər, həqiqi müminin dünyada hədəfi dünyəvi məqamları əldə etmək və yaxud malının, pulunun, vəzifəsinin, sərvətinin olması deyil. Həqiqi mömin üçün hədəf bu deyil. Əksinə, Qur'an-ı Kərim həqiqi mömin üçün hədəf olaraq ayələrdə çox gözəl mənəvi bir məqam qeyd edir ki, mömin, öz axirətini düşünən mömin əsas hədəf kimi o mənəvi məqama baxmalıdır. Çünki dünyadır, sərvətdir, maldır, dövlətdir, evdir, mülkdür, hər nə varsa istisnasız hamısını burada qoyub gedirik. Özümüzlə heç bir şey apara bilmirik. Bu bir həqiqətdir və bu bir acı həqiqətdir. Nələr eləyiriksə, burada qoyuruq gedirik. Və inanın bunu hamımız bilirik.
yenə də deyirəm, heç bizdən sonra gələnlər də layiqincə çox sağ ol da deməyəcəklər bizə. Gördüklərinə görə gəlirik də. Deyəcəklər ki, əşi, bu gör, kaş bundan yaxşısını eləyəydi. Nə idi? Cəmaət bundan yaxşısını eləyib. Bu isə mənim üçün bunu qoyub getdi. Görə gəlirik də, qardaşlar. Ata babalarını təhqir eləyən, söyən, narazılıq eləyən övladların, cavanların, gənclərin dövründə yaşayırıq. Bunu görə gəlirik. Ona görə də Qur'an-ı Kərim bizə bunlar hamısı burada qalacaq. Bunlar hamısı keçicidir. Bunlar mömin üçün həqiqi hədəf ola bilməz. Bəs yine həqiqi hədəf cənnətdir. Cənnətdə olan məqamlardır. Qur'an-ı Kərim bəli, cənnəti müminin əbədi yaşayacağı bir məkan kimi Qur'an-ı Kərimdə təqdim edir, vəsf edir. Lakin bəzi ayələrə müraciət edəsək, cənnətdən də daha ucasını istəyir mömindən. Cənnət barədə danışır. Baxın, Tövbə surəsinin 72-ci ayəsində Allah subhanahu və taala deyir: "Və ridvanullahi və ridvanun minallahi ekber." Hər nə məqam əldə edirsən, elə bir məqam var ki, ülvi məqam, mənəvi məqam, o məqama yetişən məqam yoxdur. O da Allahın razılığıdır. Ridvanullah. Allah ayədə Tövbə surəsində deyir, ən uca məqam Ridvanullah, Allahın razılığı daha böyükdür. Yəni daha uca bir məqamdır. Ondan ucası yoxdur. O cənnətdən də ucadır, cənnətdə verilən nemətlərdən də ucadır. Ona görə də müminin əsas hədəfi Allahı razı salmaq olmalıdır. Əgər biz bunu əldə edə bilsək, o digər məsələlər özü sənin ayağına gələcək. Digər məsələlər özü səni əldə eləməyə çalışacaq. Çünki sən ən böyük məqamı əldə eləmiş olmusan. Allahın razılığı. Və ridvanun minallah ekber. Allah tərəfindən olan o razılıq, ilahi rizayət o daha böyükdür. Hətta cənnətdən də böyükdür. Çünki əsas hədəf odur. Bunu ağıl da bizə deyir ki, Allah razı olduğu insanı heç vaxt əzab verməz. Cənnətdə də razı olduğu insanı və insanları ən yaxşı yerində məskunlaşdırır. Ona görə də bizim əsas hədəfimiz bu olmalıdır. Yaxşı, hansı əməllərə biz diqqət eləyək, nələri eləyək ki, biz bu ən böyük məqamı əldə eləyək. Allah bizdən razı olsun. Çünki bu məqam elə bir məqamdır ki, mən dəfələrlə bu barədə söhbət əsnasında demişəm ki, bu məqamı, böyük insanlar bu məqamı əldə eləmək üçün gecə-gündüz səy ediblər. Böyük insanlar, Peyğəmbər və Əhl-i Beyti bu məqama ucalmaq üçün gecə-gündüz səy ediblər. Və nələri fəda ediblərsə bu məqamı yüksəlmək üçün ediblər. Həzrəti Əlidən məyər mən danışmamışam sizin üçün. Çünki Allah Qur'an-ı Kərimdə Əlinin Peyğəmbər yatağında yatmasını fədakarlıq kimi qeyd edir və onu deyir ki, insanlardan bəziləri öz canlarını nə edirlər? Satarlar, fəda eləyərlər. Sanki Allahla bir ticarətə girərlər. Bəs bu ticarətdə istəkləri, məqsədləri nə olar? Qazanc kimi nəyi umarlar, nəyi güdərlər? Allah deyir, mərdatillah. Allahın razılığı. Ondan başqa uca məqam yoxdur. Ziyan edir o insan ki, bu məqamdan aşağı məqama tamah edir. Çünki ən ucası budur. Gəlin Qur'an-ı Kərim və Peyğəmbər və Əhl-i Beytinin sözlərinə əsasən hansı əməllər insanı Allahın razılığına çatdıra bilər? Hansı işləri icra eləsək Allah bizdən razı olar? Bu önəmli məsələdir. Ki, indiki bildik ki, ən uca məqam odur. Gərək buna yetişmək üçün bu pillələri də bir-bir bilək ki, hansı pilləyə qədəm qoyaq ki, ora yüksələ bilək.
Əvvəl Qurani Kərimdən bir neçə ayə oxuyuram. O ayələr Allah kimlərdən razıdır və nəyə görə razıdır? Birinci Qurani Kərimin Əl-Bəyyinə surəsinin 7-8-ci ayələri. Allah bu ayələrdə deyir: İnnellezîne âmenû və amilussâlihāt ulaika hum xeyrul beriyyeh. Cezauhum inde rabbihim cennatu adnin tecri min tahtiha'l enhar halidin fiha abada radiyallahu anhum ve radu anhu zalika limen khashiye rabbah. Dikkat edin bu iki ayeye. Deyir, şübhəsiz ki iman gətirib yaxşı əməllər edənlər yaradılmışların ən xeyirliləridirlər. Yəni bu məxluqat aləminin ən xeyirliləri kimdir? İman gətirib yaxşı əməllər edənlər. İman gətirib yaxşı əməllər eləyənlər üçün nə var? Deyir, Rəbbi yanında onların mükafatı ağacları altından çaylar axan və əbədi qalacaqları ədn cənnətləridir. Yəni ən yüksək cənnəti Allah onlara verəcək. Allah da onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Bu verilən bu mükafat, bu məqam kimlər üçündür yalnız? Yalnız Rəbbindən qorxanlara məxsusdur. Demək, biz əgər Allahın razılığını əldə eləmək istəyiriksə, birinci Allah Qurani Kərimdə bizə deyir nədir? İman və salih əməllərə diqqət eləmək. Təbii indi salih əməllər çoxdur və mən bəzilərini rivayətlərdə qeyd eləyəcəyəm ki, daha əlverişlisi hansıdır, daha yaxşısı hansıdır ki, biz onlara daha çox diqqət eləyək. Deməli, birinci Allahın razılığını qazandıran ən önəmli əməl iman və salih əməl. İkinci, Qurani Kərimin ayələrinə əsasən doğruluq, düzgünlük, sadiqlik, yalandan və yalana gedən yoldan yalana aparan insanlardan uzaq olmaq. Sadiqlik, Allahla sadiqlik, dostla, bəndə ilə sadiqlik, cəmiyyətdə sadiq, doğru olmaqlıq bu Allahın razılığını aparan ən önəmli yollardan biridir ki, Allah Əl-Maidə surəsinin 119-cu ayəsində görün nə deyir. Qalallah, hâzâ yevmu yenfa'us-sadiqûne sidquhum. Allah buyuracaq, deyir, qiyamət günündə bu doğru danışanlara, doğrularının fayda verəcəyi bir gündür. Sadiqlərin günüdür bu günləri. Yalan danışanlara yer yoxdur burada. Bu günləri o gündür ki, o doğru insanlar doğru danışırdılar, sadiqdilər. Onun faydasını götürəcəkləri gündür. Bir gün o mükafatı alacaqlar. Bəs nədir o sadiqliyin mükafatı? Ləhum cənnatun təcri min təhtihəl ənhar xalidinə fiyha əbəda. Onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnət vardır. Sonra ayənin sonunda yenə də radiyallahu anhum və radu anhu zəlikəl fəvzul azim. Allah onlardan, onlar da Allahdan razı qalmışlar. Bu böyük bir uğurdur. Bundan böyük uğur yoxdur ki, sən bir məqama ucalasan, Allah da səndən razı olsun, sən də nədir? Allahdan razı olasan. Deyəsən ki, ilahi, mən bütün umacaqlarım, ümidlərim var idi ya. Hər nəyi ki, dünyada fəda elədim ki, o ümidlərə qapandım ki, səndən umacaqlarım var idi. Mən razıyam səndən, sən qat-qat yüksəklərini mənə verdin. Bu ikinci məsələ. Üçüncü, Qurani Kərim bu əməldir, bu imandır. Bütün bunların kökündə önəmli bir məsələni bizdən tələb edir. Elə Bəyyinə surəsində Allah bizdən istəyir ki, hər bir əməli ki biz icra edirik, o əməlin kökündə nə dayanmalıdır? İxlas dayanmalıdır. Xalis yalnız və yalnız Allah üçün olmalıdır. Əks təqdirdə o əməl salih əməl kimi görünsə də, imandan qaynaqlanan əməl kimi görünsə də, kökündə Allaha xatir, qürbətən ilallah dayanmırsa,
o əməl puçdur, heç bir şeydir. O əməl uzaqdan görünən bir köpük kimidir ki, külək onu aparar o tərəfə. Ona görə də Beyyinə surəsinin 5-ci ayəsində Allah bizə nə deyir? Deyir: "Və ma umiru illa liya'budullaha muxlisin." Onlar yalnız və yalnız Allaha xalis niyyətlə ibadət etməyə əmr olunublar. Yəni ibadətə boş əmr olunmayıblar. Əyil, dur, namaz qıl, oruç tut. Yox, xalis niyyətlə bu işi icra eləməyə əmr olunublar. Əsas niyyətdir. Ona görə də hədislər bizə nədir? Çoxlu yerlərdə deyir: "İnneməl a'mal bin-niyyat." Həqiqətən də əməllər nəyə bağlıdır? Niyyətə bağlıdır. Əməl görünüş deyil. Mən dünən gecəki xütbəmdə də bunu izah elədim. Demək, xülasə Allah Subhanahu və Taala bizə Qurani Kərimdə hansı işlərə görə Allah bizdən razı qalır, bunu bizə bu ayələrdə izah elədi. Birinci, iman, salih əməl, sadiqlik. Bir də nədir? Bütün əməllərin kökündə əsas dirək olan, əsas sütun olan ixlas, xalis niyyət. Bundan əlavə, əzizlər, görək Peyğəmbər və Əhl-i Beyti hansı əməlləri bizə tövsiyə edirlər? Yəni, Qurani Kərimin ayələrinə təfsir olaraq salih əməl deyəndə hansı işləri görək? Salih əməllər ən qədərdir. Bunların daha yaxşısı hansıdır ki, biz onlara diqqət eləyək və diqqət eləsək biz Allahın razılığını qazanmış olan insanlardan ola bilərik. Birinci rivayətlərdə yenə də Allaha itaət və ona üsyandan çəkinmək. Qeydsiz, şərtsiz, şərt qoymadan Allaha ibadət, itaət eləmək. Dediyinə ləbbeyk deyib baş üstə demək və üsyandan uzaq olmaq. Bu, insanı Allahın razılığına çatdıran ən önəmli əməllərdəndir ki, biz çoxumuz cəmiyyətdə bu məsələdə büdürüyürük. Ona görə də Hz. Əli əleyhissalatu vesselam gözəl sözlərinin birində Nəhcül Bəlağada, o hikmətli sözlərdən birində belə deyir, deyir: "La ta'ata li məxluq fi ma'siyyətil xaliq." Məxluqa, xaliqə üsyan eləməklə məxluqa itaət eləmək olmaz. Kimsə məndən razı qalsın deyə Allahı narazı salmaq olmaz. Bu ən böyük ədəbsizlikdir Allah qarşısında. Ən böyük, belə nə cür cümlə ilə desək bu yaraşır bu sözə ya. Ən böyük tərbiyəsizlikdir Allah qarşısında ki, sən məxluqu razı salırsan, baxmayaraq ki, onu razı salmaqla, saldığın halda Allahı narazı salırsan. Onun itaətinə önəm verirsən, amma heç sənin üçün önəmli deyil, vecibə də gəlmir bizim el dilində desək, Allah razıdır, narazıdır, nədir? Əsas odur ki, cəmaət desin ki, bu yaxşı oğlandır. Ona görə də Hz. Əli əleyhissalatu vesselam deyir, ən önəmli məsələ Allahın razılığını qazanmaq üçün birinci nədir? Mən öz əməllərimdə diqqət eləməliyəm. Əsas Allahın razılığıdır, Allaha itaətdir. Bir insanın, məxluqun razılığı mənim üçün önəmli olmamalıdır. Valideyn nə qədər önəmlidir. Amma valideyn də Allah Qurani Kərimdə deyir, əgər səni üsyana sürükləmək istəsə, onun itaətindən də çıxa bilərsən. Çünki o məxluqdur, xaliq həm səni və həm də onu yaradandır. Sən eləyənməzsən nədir? Məxluqa görə Allaha üsyan eləyəsən. Bu nöqtəyə diqqət eləmək lazımdır. Əzizlər, nə qədər elə yerlər var ki, Allahın bəyənmədiyi yerlərdir. Allah bizə deyir, orada olma, amma əmidən keçə bilmirəm, dayıdan keçə bilmirəm, xaladan keçə bilmirəm, atadan, ağsaqqaldan, müəllimdən keçə bilmirəm. Bunu bilək ki, bir mənalı, bunlar hamı məxluqdur. Bunlar qoy səndən narazı olsun, problem yoxdur, bu keçər. Amma bunları razı salmaqla, əgər biz Allahı narazı salırıqsa, budur müsibət, budur problem. Budur bizim imanımızın, belə deyim də, biraz yüngül deyim, imanımızın zəifliyimin nəyi? Əlaməti. Filan kəs mənim haqqımda söz deməsin. Allah, bizim əgər əsas amalımız Allahın razılığı olsa, Allaha itaət olsa, çox şeyləri biz əldə edə bilərik. Çox təəssüf ki, Allah bizim üçün ikinci plandadır. Əsas
qonşudur, eldir, obadır, nə deyəcək mənim barəmdə? Qardaş, əgər Allah səndən razıdırsa, gördüyün iş Allahı qəzəbləndirən iş deyilsə, qoy bütün dünya sənin əleyhivə danışsın. İmam Sadiq əleyhissalatü vəssalamın gözəl bir sözü var idi. Deyir, əgər sənin əlində olan ləl və cövhərdirsə, kənardan hə desinlər ki, sənin əlində olan qozdur. Dəyişir bir şey. Ha? Sən bilirsən bu ləldir də. Qoy el oba desin ki, o qozdur sənin əlində olan. Əgər sənin əlində olan həqiqətən qozdursa, kənardan hə desinlər ki, bu ləldir, cövhərdir, nəsə dəyişəcək. Qardaş, biz nə üçün özümüzü bu dünyaya və bu insanların razılığını əldə eləmək üçün öldürürük? Və insanların razılığı belə bir məqamdır ki, onu heç kim əldə eləyə bilməz. Heç vaxt belə bir insan yoxdur ki, bütün insanlar ondan razı olsunlar. Əgər varsa, o insan münafiqdir. İki üzlüdür, riyakardır. Çünki hər kəsə uyğun danışır. Çünki hər kəsi görəndə onun üçün nədir? Onun formasını, onun istəklərinə görə nədir? Bir şəkil alır. Bu münafiqdir. Amma bütün insanlar bir nəfərdən razı olsun. Biz ideal peyğəmbərlərdən bütün insanlar razı olmayıblar. Həzrəti Əli əleyhissalatü vesselam deyərdi ki, haqq mənim ətrafımda bir dost qoymadı. Yəni o haqq dedim, cəmaat qaçdı. Qoçsunlar. Önəmli deyil. Əzizlər, baxın, Allahı razı salmaq üçün ən önəmli iş budur. Mən bu işi görürəm, Allah razı deyə yox. Allah razıdırsa, insan narazıdır, qoy olsun. İnsan danışacaq mənim haqqımda, qoy danışsın. İnsan tənə vuracaq, insan deyəcək ki, bu niyə belə elədi, qoy desin. Əgər bu işdə Allahın razılığı varsa, heç bir eybi yoxdur. Gün gələr, Allah səni nə eləyər? Sənin haqq olmağını haman o insanlara göstərir. Bu birinci məsələ. İkinci ən önəmli məsələ, əziz qardaşlar, Allahın razılığı hədislərdə valideynlərin razılığına bağlıdır. Bir insan əgər Allahın razılığını əldə etmək istəyirsə, gərək ilk növbədə nədir? Təbii ki, bayaq dediyim məsələ istisna olmaq şərti ilə. Halalda Allahın itaət çərçivəsində valideynlərinin razılığını nə eləməlidir? Əldə eləməlidir. Valideyn insandan narazıdırsa, Allah o insan heç vaxt razı olmaz. Təbii ki, bayaq dediyim məsələlər xaric. Mən yeni əsrin valideynlərindən danışmıram. Valideyn var ki, bu günləri deyir nədir? O övladına nədir? Sən geridə qalmısan, namaz qılırsan. Namaz qılma. Belə valideynlər var. Mən burada cavan uşaqlar ilə bizim içimizdə olanlardan deyir, atam məni namaz qılmağa qoymur. Belə valideyn həqiqətən də valideyn adına, ata adına layiqdir. Öz qızının başından çarşabını açan valideyn layiqdir ata adına. Mən istəmirəm sən bu cür geridə qalmışlar kimi geyinəsən. Öz yoldaşının, həyat yoldaşının başından hicabı açan kişi həqiqətən bu ada layiqdir. Belə var bu günləri. O qədər siz indi cəmiyyətin içindəsiniz və mən də bu məsələdə o qədər sözlər, şikayətlər, müraciətlər olanda adam baxır, həqiqətən də insanlar hansı yerə çatıblar. Xanım deyir, mən hicablıyam, yoldaşım məni heç yerə aparmır. Deyir, mənlə bir yerə gəzməyə gitmək istəyən, gərək qısa geyinəsən, normal bəzənəsən, bu hicabı başından açasan, çıxasan mənim qabağımda. Mən bilmirəm, bu nədir, bu nə qeyrətdir, bu nə düşüncədir. Ərə itaət vacibdir, amma həddi var da, Allaha isyan eləməklə yox ki. Və həmçinin də sözü çəkməsin, valideynə itaət nədir? Vacibdir, lakin Allaha isyan eləməmək şərti ilə. Və Allahın razılığına gedən yol hardan keçir? Valideynlərin razılığından keçir. Buna hər bir övlad diqqətli olmalıdır və diqqət yetirməlidir. Əgər ata-ananın haqqına girmisənsə, ata-ana narazıdırsa, sənə ehtiyacı varsa, sən gəlib burada İmam Hüseyin üçün ağlasın da, sinə də vursun, məclisdə iştirak eləsin, sənə heç bir şey verməyəcəklər. Sən Allahın sənə tapşırdığı əmanətə xəyanət eləmirsən, gəlmirsən bura. Dünən danışdım, bir məsələni dedim ki, hədis-i şərif deyir, zahirdə Allaha dost, batində ona düşmən olmayın. Onun mənalarından birində nə dedim? Dedim nədir? Bunun mənalarından biri də budur ki, insan itaətlə üsyanı bir yerə cəm eləmək istəyir. Ata ölür, xəstədir, gəlib oturub burada sinə vurur.
Buradan itaat edir güya, oradan üsyan edir. Cəm elədin bir yeri olmaz. Baxın bu rivayətlərə. Peyğəmbər sallallahu aleyhi və səlləm hadis-i şərifdə deyir: "Ridallah ma'a ridal valideyn və saxatullah ma'a saxatil valideyn." Allahın razılığı valideynlərin razılığı iləndir. Və Allahın qəzəbi valideynin qəzəbi iləndir. Yəni nə demək istəyir? Yəni valideyn səndən narazıdırsa, Allah səndən narazıdır. Valideyn səndən razıdırsa, Allah da səndən razıdır. Təbii bayaq yenə də təkidlə deyirəm, çərçivədə. Bir rivayəti oxuyuram, bu çox qorxulu rivayətdir. Hədis çox belə bizim nə qədər valideynlərimizə qarşı diqqətli olmağımıza dəvət edən hədislərdən biridir. Baxın, İmam Sadiq əleyhissalatu vesselamdan da deyir: "Mən nazara ilə əbəveyhi nazara maqitin və huma zalimani lehu lem yeqbelillah lehu salah." Lem yeqbelillah lehu salatan. Deyir, əgər bir nəfər valideynləri ona zülm elədiyi təqdirdə. Valideyn zalimdir. Valideyndir, zülm eləyə bilməz. O qədər valideynlər var, övladlarına zülm edirlər. Deyir, valideyn övladlarına zülm elədiyi təqdirdə və yaxud övladına zülm elədiyi təqdirdə, əgər o övlad ona narazı baxışla baxsa, zalimdir bu ata, Allah onun namazını qəbul eləməz. Görürsünüz mü? Zalim ataya, indi gəl gör məsələn nədir? Yaxşı ataya narazı baxışla baxmaq, onun qəlbinə dəymək, onun haqqına girmək, gör insanı hara aparar. Zalim ata-ana zülm eləyib. Ona deyirsən, birdən belə çəp baxsan bizim dildə, Allah sənin namazını qəbul edəməz. Ona görə əzizlər, ikinci əməl Peyğəmbər və Əhl-i Beytinin sözlərində Allahın razılığını qazanmaq üçün valideynlərin razılığını əldə etməkdir. Ata-ana sənin evində sənin kiçik Rəblərindir, Allah deyir. Onlar sənin tərbiyə verənlərindir. Onlar sənin var olmağına bu dünyada təbii vasitələrdir. Onlara qarşı diqqətli ol. Bu, özü bir mövzudur. Çox uzatmaq istəmirəm. Üçüncü, əzizlər, Allahın razılığını qazanmaq üçün ən önəmli əməllərdən biri Peyğəmbər və Əhl-i Beytinin məhəbbətidir. Allah Subhanahu və Teala'nın əmridir də bunları sevmək. Qul la əsəlukum aleyhi əcran illəl məvəddətə fil qurba. Denən, bütün zəhmətlərimin müqabilində mən yaxınlarıma məvəddət, məhəbbətdən başqa sizdən bir şey istəmirəm. Bu Allahın tələbidir. Və bu işi icra eləyən də, Allahın tələbini icra eləyən də Allahın razılığını qazanır ya qazanmır. Təbiidir də, belə deyir. Allah deyir, Əhl-i Beyti sevmək vacibdir. İmam Şafii öz şeirlərində birində Əhl-i Beyti, Şafii Əhl-i Beyti nə deyir? Mədh edir. Deyir, ya alə beyti Resulillah hubbukumu fardun minallah fil Qur'ani ənzələhu. Deyir, ey Peyğəmbərin Əhl-i Beyti, sizi sevməklik vacibdir. Allah onu Quran ayəsində nazil edib. Kəfakumu min azimi şə'ni ənəkumu mən ləm yusalli aleykum la salatə ləhu. Deyir, sizin şəninizdə, üstünlüyünüzdə bu sözü demək kifayətdir ki, əgər bir nəfər sizə salavat göndərməsə, onun namazı batıldır. Təşəhhüddən sonra salavat bütün məzhəblərdə vacibdir də, namazdan sonra. Təşəhhüddə görsən, salavatı deməlisən. Onu deməsin, namaz düzdür. Orada sən nə deyirsən? Allahumma salli ala Muhammedin və ali Muhammed. Yəni ilahi sən salam və salavatını göndər kimə? Peyğəmbər və ali Peyğəmbər. Diqqət edirsiniz. Ona görə əzizlər, Allahın razılığına gedən yollardan biri və ən önəmli yollardan biri Əhl-i Beyt əleyhimussalatu vesselamın sevməkdir, onlara qarşı diqqətli olmaqdır. Onların şad günündə şad olmaq, qəm günündə isə qəmlənmək, kədərlənməkdir. Baxın, bir rivayət oxuyuram sizə. Həzrəti Əli əleyhissalatu vesselamdandır. O da deyir, Ənə Rasulullah sallallahu aleyhi və alihi və səlləm əxədə biyədi Həsən və Hüseyin və qal. Deyir, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm İmam Həsən, İmam Hüseynin əlindən tutdu və belə dedi onlara. Həsənin və Hüseynin əlindən. Mən əhəbbəni və əhəbbə hâzeyn və əbahuma və umməhuma kana mə'i fi dərəcəti yevməl qiyamə.
Deyir nədir? Kim məni sevsə və bu iki uşağı, yəni İmam Həsəni və Hüseyni və bu iki uşağın ata və anasını sevsə, o qiyamət günündə cənnətdə mənimlə eyni səviyyədə və eyni dərəcədə olacaq. Görürsünüz hansı məqamdır? Əhl-i beyti sevməklik, Peyğəmbəri sevməklik, İmam Həsəni sevməklik, İmam Hüseyni, xanım Zəhranı, Həzrəti Əlini, Əhl-i beyti sevməklik ki, Allah buna əmr eləyib Quranda insanı qaldırır o məqama ki, insan Peyğəmbərlə bərabər olur. Ona görə də əzizlər, biz bu günləri Əhl-i beyt əleyhimussalatu vəssalamın öz həyatlarına baxsaq, onların özlərinin də əsas hədəfləri nə olub? Allahın razılığını qazanmaq. Bu günlər cəm olmuşuq biz və cəm oluruq Həzrəti İmam Hüseyin əleyhissalatu vəssalamın qapısına gəlirik. Bu şəxsiyyət həqiqətən də əsas hədəfi Allahın razılığı olub. Ona görə onun məşhur sözlərindən biri Rıdallah, rıdana əhləl beyt. Allahın razılığı biz Əhl-i beytin razılığıdır. Yəni nə deyir o, biz ona uyğun hərəkət edirik. Onun razı olduğu şeylərə biz də razıyıq, İmam Hüseyin deyir. Nasbiru ala bəlaih, biz onun bəlalarına səbr edirik. Çünki razıyıq ondan biz. Və yuvəffiyena ucurəs sabirin. Bilirik ki, Allah bizə səbr edənlərin tam və kifayət qədər əvəzini verəcək. Biz bilirik ki, Allah vədə verib, səbr edənlərə müjdə verib Quranda keçən xütbəmdə demişdim. Ona görə də Allahın razılığı İmam Hüseyin əleyhissalatu vəssalamın və onun timsalında bütün Əhl-i beytin əsas amalı və hədəfi olub. Bu günlərdə qara geyinib məclisinə cəm olduğumuz İmam Hüseynin əsas hədəfi Allah razı olsun. Bu sözü mən dəfələrlə bu mənbərdən demişəm. Bu günlərdə elə deyilməsi və təkrar olunması sözlərdəndir. İmam Hüseyin əleyhissalatu vəssalamdan son anlarında nəql olunan ki, biz Hüseyni gördük, son anda qanın içində idi, öz qılıncına söykənmişdi. Dodaqlarından damla-damla yerə qan tökülürdü. Gözü yaralıydı, sinəsi yaralıydı. Amma deyir, yenə də gördüm ki, şücaətlə nə qədər dik dayana bilirsə, dayanıb, üzünü səmaya tutub bu sözləri deyir. Yaralı halda insan öz hayına qalır, öz halını ağlayır, öz düşmənlərini lənətləyir. Amma Hüseyin başqa aləmdə idi. Nə deyirdi? Deyirdi, ya Rəbb, ey Allah, ey mənim Allahım, in kana hada yurdik fəxud hatta tarda. Əgər mənim bu halım səni razı salırsa, al, götür, ta ki sən məndən razı qalasın. Buydu Hüseynin amalı, hədəfi. İn kana dinu Muhammedin la yestəqimu illa bi qətli fəya suyufu xudini. İmam Hüseynin sözlərindən biri, əgər mənim babam, Peyğəmbərin, Muhammedin dini mənim qətlimdən başqa yolla islah olmazsa, qalmazsa, düzgün istiqamət götürməzsə, mənim şəhadətim olmasa, din aradan gedərsə, İmam Hüseyin belə deyirdi, fəya suyufu xudini, ey qılınclar götürün məni, kəsin məni, doğruyun məni. Ay nizələr, dəlin, deşin, oxlar, dəlin, deşin Hüseynin bədənini. Əsas odur ki, Peyğəmbərin dini yaşasın. Əzizlər, biz bu günlərdə elə bir şəxsiyyətin şəhadət günlərini qeyd edirik ki, onun bizim hər bir fərdimizin boynunda haqqı var. Hüseyin olmasaydı, namaz olmazdı. Hüseyin olmasaydı, bu məscidlər olmazdı. Hüseyin elə bir vaxtı qiyam elədi, Hüseyin elə bir vaxtı fədakarlıq elədi ki, dinin ancaq nəyi var idi? Adı var idi, özü yox idi. İnsanlar zahirdə şəhadət gətirirdilər ki, Allahdan başqa Allah yoxdur, Peyğəmbər, Muhammed onun Peyğəmbəridir. Bunlar ancaq zahirdə idi. Ona görə də hər bir fərdin boynunda Hüseynin haqqı var. Bizim hər birimiz Hüseynə borcluyuk.
Bu günləri namaz qılmağa görə də, oruç tutmağa görə də bu şəxsiyyətin fədakarlığı nədir? Həmişə bizim diqqət nəzərimizdə olmalıdır. Hüseyn unudulmamalıdır və unudulmayacaq da. Hüseyn bütün əsrlərdə, bütün sağlam düşüncəyə sahib olan insanları və onların vicdanlarını həmişə canlı saxlayan şəxsiyyətdir. Bu günləri Allahın razılığına, dedim, bizi aparan ən önəmli yollardan biri də Əhl-i Beytin məhəbbəti deyil. Əzizlər, Əhl-i Beytin məhəbbətinin ən bariz nümunəsi Hüseyn əleyhissalatu vesselamdır. Çünki Hüseyni Peyğəmbər sevib. Çünki Hüseyn əleyhissalatu vesselama Peyğəmbər dəyər verib. Çünki Peyğəmbər öz sözlərində deyib ki, Hüseyni sevəni Allah sevir. Əzizlər, biz o günləri yaşayırıq. İmam Hüseyn əleyhissalatu vesselamın faciəvi şəhadəti, hansı ki Peyğəmbər, mən dünən gecə də söhbətimdə dedim ki, Peyğəmbəri ən çox narahat edən Hüseynin narahatçılığı idi. Peyğəmbər uşaqlıqda belə Hüseynin ağlamağına razı olmurdu. Razı olmurdu. Mən dünən gecə bunu dedim, bir iki cümlə yenə də təkrar edirəm. Nəql edirlər, Həzrəti Peyğəmbər xanım Fatimə-i Zəhra salamullahi aleyhanın evinin qarşısından keçəndə belə Hüseynin ağlamaq səsi gələn zaman qapını döyərdi, deyərdi, qızım Fatimə, Hüseyni sakitləşdir, sustur Hüseyni. Deyərdi, ata uşaqdır, ağlayır, dedi, yox. Qızım, Hüseyn ağlayanda mən narahat olurum, mənim ürəyim yanır, qəlbim yanır. Peyğəmbər bu sözlərlə hansısa bir gələcəkdə, baba, bugünkü bizim qeyd elədiyimiz Aşuraya nə eləyirdi? İşarə eləyirdi. Hüseyn əleyhissalatu vesselamın Aşurasını Peyğəmbər yaşadığı gündən görürdü. Ona görə də bizim ən böyük vəzifəmiz bu günləri məzlum Hüseyn ibn Əlinin Aşurasını yaşatmaq, ona qəmlənmək, qüssələnmək, özümüzü bu günlərdə, digər günlərdən fərqli olaraq cəmiyyətə təqdim eləmək. Qardaşlar, bu günlər Hüseynin əzasıdır, bu əza görünməlidir, bilinməlidir. Bu bizim Əhl-i Beytə bir məhəbbətimizin bir təzahürü olmalıdır. Çünki bu günlər həqiqətən də söz ki var, yerlər də Hüseyni ağlayır, göylər də Hüseyni ağlayır. Bu mübaliğə deyil. Çünki bu varlıq aləminin sirri Muhammed və Ali Muhammeddir. Əgər bu varlıq aləminin sirri bizim Peyğəmbərimizdirsə, o bu kainatın ən şərəflisidirsə, o sağlığında Hüseyni ağlayırsa, təbii ki, müsbət ağlamaq, mən keçən dəfə də danışdım bu barədə. Demək nədir? O göz yaşı həqiqətən də misilsiz göz yaşıdır. Xoş olsun o kişilərin halına ki, bu günlərdə Əbi Əbdillah Hüseyni dərk edə bilirlər. Bu günlərdə xanım Fatimə-i Zəhra salamullahi aleyhanın qapısına gəlib, Həzrəti Peyğəmbərin qapısına gəlib, İmam Zaman ağanın qapısına gəlib ona balasının müsibətində baş sağlığı verməyi bacarırlar. Çünki Əhl-i Beytin bu günlərdə haman günləridir. Rəyyan ibn Şəbib İmam Rıza aleyhissalatu vesselamın məhzərinə daxil olur. İmam Rıza aleyhissalatu vesselamın məhrəmin ilk günü, bugünkü gün kimi bir gündə İmam ona deyir ki, ey Rəyyan, yəbnə Şəbib, ey Şəbibin oğlu Rəyyan, bilirsən bu günlər hansı günlərdir? Bilirəm. Bu günlər mənim babam Hüseynin əza günləridir. Yəbnə Şəbib, çox uzun hədisdir, amma iki misrasını deyirəm. İn kuntə bakiyən fəbkil Hüseyn. Əgər bir şey üçün ağlamaq lazımdırsa, İbn-i Şəbib, ey Rəyyan, Hüseynə ağla. Çünki mənim babam Hüseyni Kərbalada susuz boğazını kəstilər. Tikə-tikə doğradılar, balalarını əsir elədilər. Əhli əyalını kənd və kənd, şəhər və şəhər bir zalimin məhzərindən çıxarıb digərinin məhzərinə apardılar. Ona görə də əzizlər, bizim vəzifəmiz bu müsibəti yada salmaq, həmişə İmam Hüseyn əleyhissalatu vesselamın Kərbalasını yaşamaq və yaşatmaq, necə bizə doğru düzgün təqdim olunub, biz də onu gələcək nəslə
təqdim edək. Allah bizləri İmam Hüseyndən dünya və axirət ayrı salmasın inşallah. Allah gələn günlərimizi daha xeyirli eləsin, daha uğurlu eləsin. Ən gözəl kəlam Allah kəlamıdır ki, Qur'an-ı Kərimdə deyir: Bismillahirrahmanirrahim. Vel asri innel insana lefi khusr illellezine amenu ve amilussalihati ve tevasav bil hakki ve tevasav bis sabr. Amenna billah. Sadakallahul aliyyul azim. Vesselamu aleykum cemi'an ve rahmetullahi ve berekatuhu.